Osmanlı dövləti bu xəritədə 4 rəqəmi ilə göstərilib. 1 Rusiyadır, 5 2 Avstriya Macarıstandır, 3 Polşa Almaniya ərazisi gedir. 9 çəkmə şəklində İtaliyadır, 5 Fransadır, 6 İspaniyadır, 7 Portuqaliya və 8 adada yerləşən Böyük Britaniyadır. Böyük Britaniyanın yanındakı o balaca adada yerləşən hissə İrlandiya ərazisi göstərilmişdir. Deməli, bizim mövzumuz Osmanlı dövlətidir. Osmanlı Qaradənizin cənub sahillərində yerləşir. Bu dövləti əsasını 1302-ci ildə Qayların bəyi Osman Qazi tərəfindən əsası qoyulmuşdu. Deməli, yeni yaradılan müstəqil müsəlman türk dövləti onun qurucusunun adı ilə Osmanlı dövləti adlandırılırdı. O 1302-dən 1326-cı ilə kimi dövləti idarə etmişdi. Dövlətin ilk paytaxtı hansı şəhər idi? Söyüd şəhəri idi. Deməli, Osmanın nüfuzunun artmasında onun səyahkarlara və xristian əhalisinə xoş münasibət göstərməsi böyük rol oynadı. Osmanın hakimiyyəti illərində deməli bir sıra dövlət Bizansla da mübarizə aparmışdı. Osman Qazinin güclənməsi nəticəsində Bizans feodalları ona qarşı birlik yaratmışdılar və Bizans qüvvələrini məğlub edən Osman Qazi Bursanı mühasirəyə almışdı. Bursa şəhərinin mühasirəsi 12 il çəkmişdi və Osman Qazi şəhərin tutulması ərəfəsində vəfat etdi. Osmanlıdan sonra kim gəlir hakimiyyətə? Orxan Qazi. Yəni bu hissədə Orxan Qazinin dövründə Orxan Qazi, yəni Bursa şəhərini tutandan sonra atası Osmanın vəsiyyətinə əməl edərək onu Bursada dəfn etdirdi. Bursa şəhərinin mühasirəsi və fəthi zamanı Azərbaycanın Xoy şəhərində yaşayan Marallı və yaxud da Geyikli Baba da öz tərəfdarları ilə Osmanlı ordusuna köməyə gəlmişdi. Deməli, Orxan Qazinin hakimiyyət illəri 1326-1362-ci illərə əhatə edilmişdi. O Bursanı fəth etmişdi və dövlətin mərkəzini hara köçürmüşdü? Bursa şəhərinə, bəli. Deməli, Söyüddən Bursa şəhərinə köçürmüşdü. Onun dövründə dövlətin ərazisi xeyli genişlənmişdi. Bunun dövründə bu Bizans ərazisi təxmini bu hissəni əhatə edir. Bu Yunanistan hissə olan var ha. Və bu hissələri əhatə edirdi. Bir qədər İstanbul ərazisi. Deməli, 1329-cu ildə Maltepe döyüşündə Osmanlılar Bizans qoşununa qalib gəldilər. Döyüşün taleyini Osmanlı ordusunda oxçular həll etdi. Orxanın ən böyük nailiyyəti Bizansın Anadolu torpaqlarından qovulması olmuşdu. Anadolu bilirsən də 4 ərazisi Anadolu yarımadasıdır. Bəli. Kiçik Asiya yarımadasıdır. Əslində Anadolu yaylası deyilir. Deməli, Osmanlı dövlətinin sərhədləri Egey dənizindən Konstantinopola, yəni Qara dənizə qədər genişləndi. Osmanlının ilk donanma mərkəzi İzmit olmuşdu. Osmanlı dövlətinin ərazisini inzibati baxımdan Orxan Qazi paşalıqlara və sancaqlıqlara bölmüşdü. Yəni hərbi islahat keçirmişdi. 1354-cü ildə Balkanlara hücum üçün böyük əhəmiyyətə malik olan Gelibol qalası ələ keçirmişdi. Yəni Balkanlar bu hissədə Balkan yarımadası. Orxan Qazidən sonra hakimiyyətə 1-ci Murad gəlir. 1362-1389-cu illərdə o sultan titulunu qəbul etmişdi. Ədirnə şəhərini tutub paytaxtı 1362-ci ildə Bursadan Ədirnəyə köçürmüşdü. Əsasən Balkanlara hücumlar etmişdi. Bölgənin ən güclü dövlətlərindən olan Bolqarıstanı asala salındı. Bolqarıstan da bu hissə var ha. Sarı hissənin aşağısı. Yəni Avstriya Macarısının aşağısı. Bildim mən. Təxmini o hissəni əhatə edirdi. Deməli 1371-ci ildə Çirmən döyüşü nəticəsində burada da Serbiya yerləşir. Bu sarının aşağı hissəsində bu hissə Serbiyadır. Deməli, Balkan yarımadasına yiyələnməyə çalışan Serbiya krallığının 70 minlik qoşununu azsaylı Osmanlı ordusu tərəfindən darmadağın edildi. Serb əsgərlərinin çoxu geri qaçarkən çayda boğulmuşdu. Deməli, 1371-ci il Çirmən məğlubiyyətinin əvəzinin çıxmaq niyyəti boşa çıxdı, yəni serblərin. Onlar 1389-cu ildə Kosova döyüşündə daha ağır məğlubiyyətə uğradıldı və 1-ci Muraddan sonra hakimiyyətə oğlu 1-ci Bəyazid gəldi. Bəli.
İldırım Bəyazıddin hakimiyyət illəri 1389-1402-ci ilə kimi, yəni Ankara döyüşünə qədər davam etmişdir. 1396-cı ildə baş vermiş Niqbolu döyüşündə səlibçilərin birləşmiş qüvvələrini darmadağın etdi. Yəni Bolqarıstanı tabe edir, Balkan yarımadasında Osmanlının mövqelərini daha da gücləndirirdi. Birinci İldırım Bəyazıddin əsas məqsədi bu İstanbul, yəni Konstantinopolu tutmağa yönəlmişdi. Bu məqsədlə o Konstantinopolun ətrafında deməli, nə işlər görmüşdü? Xeyli istehkamlar və qalalar inşa etdirdi. Lakin Osmanlı dövləti Əmir Teymurun hücumuna məruz qaldı və 1402-ci ildə nə döyüşü baş verdi? Ankara döyüşü. Ankara döyüşü oldu, bəli. Əmir Teymur Osmanlı üzərində qələbə qazandı. Konstantinopolun Osmanlılar tərəfindən işğalı gecikdi və yadında qalsın. Əmir Teymur bu zaman Azərbaycanlı Şirvanşah İbrahim Dərbəndi və ilə müttəfiq idi və bu Şirvanşah İbrahim Dərbəndi də Osmanlıya qarşı vuruşurdu. Deməli, 15-ci əsrin ortalarında əvvəlki gücünü bərpa edən Osmanlılar 2-ci Roma adlanan Konstantinopol hücumlarını davam etdirirdilər və İldırım Bəyazıd 1402-ci ildə hakimiyyətdən gedir və bundan sonra 1451-1481-ci ildə Fatih II Mehmet hakimiyyətə gəlir. O 1453-cü il mayın 29-da 2 aylıq mühasirədən sonra Konstantinopolu fəth etdi. Yəni Konstantinopol buranı və bu qələbədən sonra Fatih adını alan 2-ci Mehmet həm də qərbdə, həm şərqdə geniş ərazilər ələ keçirdi. Tarixdə 2 dənə Fatih ləqəbi ilə tanınan hökmdar var. Biri Fatih Vilhelmdir, 1066 Qastings döyüşündə mərkəzləşmiş İngiltərə dövlətini yaradır. Biri isə Konstantinopolun fəthidir. Deməli, tarixdə sinxron hadisə kimi 1453-cü ildə Konstantinopolun fəthi, Bizansın süqut etməsi, İngiltərə və Fransa arasında 100 illik müharibə başa çatdı. Yalnız Kale limanı ingilislərə qaldı və 1453-cü ildə Uzun Həsən bəyliyin, yəni bəylikdə başçılığa gəlmişdi. Bundan başqa 2-ci Mehmetin dövründə o Müqəddəs Sofiya kilsəsinə daxil oldu və burada namaz qılmışdı. Müqəddəs Sofiya kilsəsini yadındadsa Bizans hökmdarı Justinian 527-ci ildə inşa etdirmişdi. Osmanlı dövləti dünyanın böyük dövlətlərindən birinə çevrildi və 1476-cı ildə 2-ci Mehmet qanunnamə hazırlatdırdı. Deməli, yadında qalsın ki, ümumən qanunnamə hazırlatdıran hökmdarlar var ki, biri Fatih II Mehmet 1476, Uzun Həsən qanunnaməsi, Şəki xanı Məhəmməd Həsən xan, sonra Salari hökmdarı Mərzban ibn Məhəmmədin, Çingiz xanın qanunları və sair kimi hökmdarlarda qanunlar qəbul olunmuşdu. Bəs bu Fatih II Mehmetin qanunnaməsində öz əksini nə tapmışdı? Dövlət məmurlarının vəzifələri, torpaq mülkiyyət formaları, məhkəmə quruculuğu və dini icmaların hüquq və vəzifələri. Fatih II Mehmet tərəfindən aparılan daxili və xarici siyasət Osmanlı Sultanlığının sonrakı hökmdarları üçün nümunə oldu. 2-ci Mehmetdən sonra hakimiyyətə 2-ci Bəyazid gəldi. O Səfəvilər dövləti ilə dostluq əlaqəsi saxlamışdı. 2-ci Bəyazidin dövründə deməli Sultanın əmri ilə İspaniyadan qovulan yəhudilərə Osmanlıda sığınacaq verildi. Deməli 2-ci Bəyazid Səfəvilər və Məmlüklər Sultanı dostluq əlaqəsi saxladı. Venesiyalılar üzərində parlaq qələbə qazanmışdır. 2-ci Bəyaziddən sonra taxta onun oğlu 1-ci Səlim gəlir. O tarixdə Yavuz Qəzəbli ləqəbi ilə tanınırdı. 1-ci Səlimin hakimiyyət illəri 1512-1520-ci illərdə olmuşdu. 1-ci Səlimin hakimiyyəti illərində deməli Səfəvilər ilə əsas yəni rəqibləri Səfəvilər və Misir məmlükləri idi. Və Səfəvilərlə 1-ci Səfəvi Osmanlı müharibəsi 1514-55-ci ildə olmuşdu. 1514-cü ildə Çaldıran döyüşündə Səfəvilərə qalib gəlsə də Qızılbaşların hücumlarından çəkinərək Azərbaycanı tərk etdi. Misir məmlükləri üzərində yürüş edir və bu dövlətin ərazisini Osmanlı dövlətinin tərkibinə qatır. Yəni Mercidabıq döyüşü olur 1516-cı il və 1517-ci ildə məmlüklər dövlətini tutur. Bundan sonra özünü İslam dünyasının xəlifəsi elan edir və Peyğəmbərdən qalan müqəddəs əmanətlər İstanbula gətirilirdi. 1-ci Səlimdən sonra oğlu Süleyman, yəni 1-ci Süleyman hakimiyyətə gəlir. Möhtəşəm və qanuni adları ilə tanınırdı.
Süleymanın dövrü, yəni 1520-dən 1566-cı ilə kimi davam etmişdi. Osmanlılar yenidən Avropa istiqaməti fəthlərə başladılar. Osmanlı əraziləri daha da genişləndi və Belqradı, Avropada Belqradı tutur. 1526-cı ildə Moxos döyüşündə Macar Çek qoşunları darmadağın etdi. Deməli 1526-cı ildə bir Moxac var, bir dənə də Moxac var. 1241-ci ildə burada Monqollar məğlub etmişdi Macar Çexləri və yadında qalsın 1526-cı ikinci bir döyüş var. Panipat döyüşüdür. Dehli sultanlığını Moğol dövləti məğlubiyyətə uğradır və sonuncu Dehli Sultan İbrahim Lodi məğlub olur. Babur Şah Moğol dövlətinin əsasını 1526-cı ildə qoymuşdu. Birinci Süleymanın dövründə Osmanlı öz qüdrətinin zirvəsinə çatdı. Osmanlılar Avropanın içərilərinə qədər irəlilədi və Şimali Afrikada xeyli ərazilər ələ keçirdilər. 1529-cu ilin payızında Viyananı mühasirəyə alındı və şəhər güclü həmlə ilə dərhal ələ keçirmək mümkün olmadı. Bundan sonra 1-ci Süleyman Balkan yarımadasına da bir sıra yürüşlər etmişdi. 1533-cü ildə Avstriya ilə sülh müqaviləsi imzalayan 1-ci Süleyman Səfəvilər üzərinə yürüşə hazırlaşmağa başladı. Bilirsən də Azərbaycana 4 dəfə yürüş edib. 1534, 35, 1548 və 1554. Lakin möhkəmlənə bilməmişdi. Səfəvi ordusunun Xorasanı ələ keçirmiş özbəklərlə müharibəyə cəlb olunduğundan xəbər tutan 1-ci Süleyman 1533 Səfəvilərin paytaxt şəhəri olan Təbrizi tutur. 1535 Həmədan yaxınlığında döyüşdə Osmanlılar məğlub olur və Səfəvilər məğlub olan Osmanlıları geri çəkilməyə məcbur edirdi. Və sonra nə baş verdi Osmanlı tarixində? 1-ci Süleyman Avstriyanı, Müqəddəs Roma İmperatorluğu və İspaniyanı idarə edən Habsburqlara qarşı Fransa ilə ittifaqa girdi. Yəni Fransa bilirsən də 5 ərazisi ilə ittifaqa girir və Fransa tacirlərinə imtiyazlı ticarət hüquqları verdi. 1541-ci ildə 1-ci Süleymanın Avstriyaya qarşı müharibəyə başlamasına cavab olaraq İspaniya, yəni 6 ərazisi Osmanlı mülkü olan Əlcəzair sahillərinə güclü donanma yeritdi. Əlcəzair elə bu aşağı hissə var ha. Afrikanın şimal hissəsində yerləşir. Şimali Afrikadadır və Əlcəzairə güclü donanma yeritdi. Lakin İspan donanmasının bir hissəsini dənizdəki qəfil qasırğa, qalan hissəsini Osmanlı dənizçiləri məğlub etdi. Osmanlı donanması Korsika adasının tutulmasında, Korsika Fransaya məxsus adadır, burada yerləşir və adasının tutulmasında öz müttəqi Fransaya yaxından kömək göstərdi. Deməli, məhz güclü donanmaya sahəsində Aralıq dənizi və Hind okean sahillərində xeyli ərazilər Osmanlı dövlətinin tərkibinə qatıldı. 1566-cı ildə Avstriya üzərinə, Avstriya bu sarı yerlə göstərilib ha, bu hissədə. 1566-cı ildə Avstriya üzərinə yürüş edən 1-ci Süleyman Zigetvar qalasının mühasirəsi zamanı vəfat etdi. Qalanı ələ keçirən Osmanlı ordusu onu yerlə yeksan etdi. 1-ci Süleymandan sonra hakimiyyətə gəlir 2-ci Səlim. 2-ci Səlimin hakimiyyət illərini necə yadında saxlayırsan? Deməli, o Pik ərazisini tutmuşdu. Pik nədir? Deməli, Portuqaliya işğal altında düşmək istəməyən İndoneziya müsəlmanlarının xahişi ilə Osmanlı donanması 1569-cu ildə təcavüzkarları geri çəkdi. Xüsusi strateji əhəmiyyəti olan Kipr adasını fəth olundu. Yəni Kipr adasını tutur, İndoneziya müsəlmanlarının xahişi ilə Osmanlı donanması orada 1569-cu ildə təcavüzkarları geri çəkmişdilər. Deməli, bu Osmanlı dövləti 16-cı əsrin 70-ci illərində durğunluq dövrü başladı. Bilirsən də yaranma dövrü var, yüksəliş dövrü var. Yaranma 1302, 1000 neçənci ilə kimi? 453, 1453, 1571 yüksəliş dövrü, 1571, 1699 durğunluq dövrü, 1699-1791 geriləmə dövrü və 1791-dən 1922-yə kimi tənəzzül dövrüdür Osmanlı dövlətinin. Osmanlı dövlətində deməli idarə etmə sistemi var idi. Dövləti kim idarə edirdi? Sultan idarə edirdi. Osmanlı bəli, baş vəziri idi. Divan, dəftərdar və timar, ziyamət kimi torpaq mülkiyyət formaları var idi. Əgər testdə düşsə, Səlcuq və Osmanlı dövlətinin oxşar cəhəti hansı dövlətlə mübarizə aparıblar? Səlcuq və Osmanlı. Bizansla. Bəli.
Mərzban ibn Məhəmməddə 2-ci Mehmetin oxşar cəhəti nə oldu? Mərizban bin Məhəmməd bəy. Qanunnamə qəbul etmələri. Bəs Terek və Ankara döyüşləri kimin qələbəsi ilə başa çatdı? Osmanlıların. Terek və Ankara 1395 Terekdə Əmir Teymur Qızıl Ordunu məğlub edir. 1402-ci ildə 1-ci Bəyazidi Osmanlını məğlubiyyətə uğradır. Yəni Teymurlər qələbə qazanır. Oktavian, Makedoniyalı İskəndər və Səlimin oxşar cəhəti haran tutublar? Misri. Misri bəli tabe edilmişdi. Bax, 1517. Oktavian 30-cu ildə tutur, İskəndər 332-də tutur eradan əvvəl, Səlim isə 1517. Təbəriyyə döyüşündə Səlahəddin Əyyubi və Niqbolu döyüşündə 1-ci Bəyazid Səlib qüvvələrini məğlub etmişdilər. Dehli Sultanlığı, Qızıl Ordu və Osmanlı dövlətləri Teymurlərlə mübarizədə məğlub olmuşdular.